Əziz və hörmətli Sport Info TV izləyiciləri, bayramınız mübarək, bayramımız mübarək. Qarabağ Çempionlar Liqasının play-off mərhələsindədir. Və buna Avropa nəhənglərinin yer aldığı siyahıda, sıralamada 22-ci yeri tutaraq nail oldu. Bəli, Qarabağ Avropanın 22 ən yaxşı komandası içərisindədir. Azərbaycanı təmsil edən Qarabağ. Qarabağı təmsil edən Qarabağ. Bəlkə də bizim üçün sadə görünə bilər Qarabağın Avrokuboklarda oynaması, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması və oradan növbəti mərhələyə yüksəlməsi. Amma biraz dərinə gedəndə, biraz ətraflı baxanda, geniş miqyasda boylananda məsələyə bir çox həqiqətlər üzə çıxır ki, o haqda danışacağım, fikirlərimi bildirəcəm. Qarabağın Avropada, Avrokuboklarda, Çempionlar Liqasında bu yerlərə gəlib çatması ilk növbədə Qarabağın Azərbaycan torpağı olduğunun sübutudur. Yəni Qarabağ bütün Avropaya, dünyaya, hətta dünyaya sübut edir ki, Qarabağ Azərbaycanındır. Və təbii ki, mənfur düşmənlərimiz, bizi istəməyən qüvvələr, Azərbaycanı istəməyən qüvvələr bundan qıcıqlanır, gözü götürmür, müəyyən qədər hiddətlənir. Biz isə bununla qürur duyuruq. Və dünəndən baxıram, həmin o Qarabağın play-off mərhələsinə vəsiqə qazanmasından sonraki sosial şəbəkələrdə yazılan rəylərə, şərhlərə baxıram. Sizi inandırım, nə qədər insan, ölkə xaricində olan təbii ki, nə qədər insanda qıcıq yaradıb Qarabağ. İstəmirlər Qarabağın qələbəsini, nailiyyətlərini. Hətta Liverpula 0-6 hesablı məğlubiyyəti önə çəkirlər. Ajaxa uduzmağını, Napoli uduzmağını haradasa qabardırlar ki, bununla özlərinə təsəlli tapırlar. Digər məsələ Qarabağın son illərdə postsovet məkanı ölkələri arasında, klubları arasında brend formalaşdırması, brend adını formalaşdırması və postsovet məkanı ölkələri arasında bir layiqli təmsilçi olmasıdır. Artıq o siyahıda nə Şaxtyor Donetsk var, nə Dinamo Kiyev var, nə Zenit var, nə CSKA var, nə Spartak var. Kayrat var, amma Kayrat Qarabağın etdiyini bacarmadı. Təbii ki, burada Rusiya-Ukrayna arasındakı siyasi gərginlik də müəyyən rol oynayır. Amma istənilən halda Qarabağ artıq özünə yer edib. Digər tərəfdən Qarabağın uğur qazanması qardaş ölkə, 80 milyonluq qardaş ölkədə, qardaş Türkiyədə və ölkə xaricində yaşayan Türkiyəli qardaşlarımızda nə qədər sevinc yaradıb, təbliğatına səbəb olub Qarabağın və artıq onlar da ən azı bizim qədər sevinir. Qarabağın uğuru play-offa vəsiqə qazanması Azərbaycan bazarına, xüsusən Qarabağlı futbolçulara olan marağı artırıb. Artıq yaxın Niderlanddan, yaxın Almaniyadan, uzaq Çindən, Yaponiyadan, Koreyadan Azərbaycanlı və legioner futbolçulara kifayət qədər maraq var. Və işin ən maraqlı tərəfi Qarabağın Azərbaycanda futbolun olmasına dair etdiyi sübutdur dünyaya. Ki, yəni Azərbaycanda da futbol var, Azərbaycanlı futbolçular da futbol oynamağı bacarır. Baxmayaraq ki, milli komandalarımız çox geri qalır, uğur qazana bilmir, amma Qarabağ müəyyən mənada sübut edir ki, bura futbol ölkəsidir. Yəni, nə vaxtsa gələcək illərdə, növbəti illərdə bura ulduz futbolçuların gəlməsində, daxili çempionata marağın artmasında mən əminəm ki, bunun böyük rolu olacaq. Təbii, Liverpula məğlubiyyət yerinə düşmədi, ancaq bunu da Qarabağın qara qaşına, qara gözünə bağışlayaq. Keçənə güzəşləyiblər. Təbii ki, onlar da istəməzdi bu cür olsun, belə olsun, amma arada uçurum fərqi var həqiqətən İngiltərə və Azərbaycan futbolu arasında, Liverpool və Qarabağ arasında həqiqətən çox böyük fərq var və bunu biz oyunda gördük. Əgər Qarabağ Portuqaliyanın 2-ci liqasından, Braziliyanın aşağı liqalarından futbolçu axtarırsa, Bolqarıstan ortabablarından bura legionerlər gətirirsə, Liverpool təkcə ötən yay 500 milyon dollara yaxın transferlərə pul xərcləyib. Yarım milyard, yarım avro daha doğrusu, dollar yox, avro.
Yəni yarım milyard avro bilirsinizmi nə deməkdir? Bəlkə də ümumi Azərbaycan futbolunun bir 10 illik büdcəsidir. Ona görə də çox üstünə getmək lazım deyil. Qarabağın anlayışla qarşılamalıyıq. Bizimdir, canımızdır, gözümüzdür, qürurumuzdur, Avropadakı fəxrimizdir. Və düşünək ki, bir qəza idi, oldu. Təbii ki, başda Qurban Qurbanov olmaqla futbolçular bu məğlubiyyətdən dərs çıxaracaq və artıq play-off mərhələsində bəlkə də qarşıdakı illərdə, turnirlərdə artıq həmin səhvlərə yol verməyəcəklər. Qarabağı təbrik edək. İnşallah play-off mərhələsində uğurlar arzulayaq.